Hər kəsə salam. Bugün birlikdə adyal toxuyuruq. Əgər siz də öyrənmək istəyirsinizsə, yaxın əyləşin. 90-dan 90 ölçüyə adyal toxumaq üçün bizə 6 ədəd sap lazımdır. İlk öncə bu ölçü üçün 54 ədəd ilmə sayırıq. Mən sizə daha az ilmə üzərində toxunuşun necə aparıldığını göstərəcəm. İlmələri saydıqdan sonra sağa doğru toxumağa başlayırıq. Bu formada toxuyarkən soldakı ilmə sağdakı ilmənin üzərinə çarpazlanır və əsas sapdakı ilmələri bir-bir çarpazlanan ilmələrdən keçirərək toxuyuruq. Burada əsas diqqət etməli olduğunuz məqam ilmələri düzgün istiqamətdə çarpazlamaq və əsas sap üzərindəki ilmələri ötürmədən diqqətlə toxumaqdır. Əgər ilmə ötürsəniz, bu nöqsan sonraki sıralarda özünü göstərir. Buna görə də hər sırada toxunuşun düzgün olub-olmadığını mütləq yoxlamalısınız. Və sıranın sonuna çatırıq. Geri qayıdarkən ilk ilməni toxumuruq, digər ilmələri isə sağdan sola doğru çarpazlayaraq toxumağa davam edirik. Bu qayda ilə sıra sonuna qədər toxuyuruq. Ən sona gəldikdə görəcəksiniz ki, burada bir ilmə tək qalır. Həmin ilməni çarpazlamadan tək şəkildə toxuyuruq. Daha sonra yenidən sağa doğru toxumağa başladıqda bu ilməni ötürmürük. Yəni onu bir dəfə tək toxuyuruq, ondan sonra isə ilmələri yenidən çarpazlayaraq toxumağa davam edirik.
İndi isə toxunuşu bitirdikdən sonra ilmələrin necə bağlandığını göstərəcəm. Bu mərhələdə ilmələr sağdan sola doğru bir-birinin içindən keçirilərək hörük formasında tamamlanır. Ən sonunda ipi kəsib möhkəm şəkildə düyünləyirik. Əgər toxuma zamanı sap bitərsə, yeni sapa başlamaq üçün köhnə və yeni sapı 2-3 dəfə düyünləmək lazımdır. Daha sonra artıq qalan hissəni kəsirik. Əgər videonu bəyəndinizsə, səhifəni izləyib, seyv etməyi unutmayın. Hələlik!